Tavalar qızdı ya. Tavalar qızır. Ha. Mənim tüsük ya verim mən toxuyum da. Bankanın son üstündən. Ay sağ ol. Hamısı yox ha, oca ikisi beş eləyib. Bunu indi qoyacağım orada, uşaqlar ditsünlər. Yəni, bu cürlə saçaq olmalıdır, didməlidir. Bu kimiyə gedəcək. Ala. Hamısı. Get sən də Yox, dit. gəl bura, yəni. Get. Ha, didməyi görün, həri. Nə deyir? Ala. Son şorunun seyri. Bunun hamısı yiyir, biliyorsun. Bak qurban olun. Şeydə oluyor. Biraz qapda Hələ öz ver. üçün. Yox, bunu yox, bunu yox. Gedin o yanda, Get de onunla bir burada yerdə. tez-tez fırlanacağım Get o mən. yanda. Get oğlanla. Ha. Resepti deyirik. Bir an bakıyor onlara da bak. Odun aldım. Alma da, alma. Gidip bakın yağ kızmıştır yani. Ha elə də. Bir dəstə şöy, bir ədəd qaynadılmış yumurta, 150 qram, belə deyək, 2 dənə belənçi, duzlu xiyar, 2 dənə belə barmaqlıq boyda duzlu xiyar, 2 diş də sarımsaq. Hamısı xırda doğranılır, süzgəcdən keçirilir, ehtimal edilir. Amma bir gedər o. Yuxarıdakı gətirsən. Hə, əladır. Buyurun doğruyum o. Ne? Çox qəşəng doğranılır, əlavə elə. Həri. Hələ bunu yiyək. O qızaracaq, ona deymirik, ona kraxmalı. Götür yuxarıdan. Kraxmal, qarğıdalı kraxmal. Bu ne şöyle oldu? Nerede? Biraz sakitçiliğine iş görək. Düyün pivə məzələrinin günüdür, pub sistemidir. Ata onun ilə nə söz vəziyyət edirsən, qoy o torpağın yerdə. Sana doğru olar. Hə, gözlə. Hə. İşte ver sadıqəs, sadıqəs. Hə, ver mənə. Yox, onu içinə batırmır ya. Mənə var. Hələ bəs bu qədər. Ada, bir stəkan kraxmal dök onun üstünə. Çox az. İstəkan ver orada. Adı yan elə, asta üstünü dök. Sonra onun oxudu da onun içində şey eləyəcək. Onu götür. Hə, все, bəs eləyir. İndi tartar sosunu hazırlayıram. 400 qram, bax, yaz ona 400 qram mayonezin üzərinə 2 diş sarımsaq, 1 ədəd qaynadılmış yumurta. Yumurtanı vur sos olar, vurma sos olar. Yumurta vur sos, həmin tartar sosunu 3 gün saxlaya bilərsiniz. Vurma sos yumurta. 1 həftə saxlaya bilərsiniz tartar sosu. Yumurta vur sos 3 gün. 3 gün saxlamaq olur. Yusuf bir dənə də Süpersən. Əlavə elə bura. Deməli, pəncərin qızarılması. Kraxmalda eləyirik. Bunlar da burada. Uşaqlar görür ki, mən bazarda Yüdürlər. Aa, sən evdə neyirsən? Bana evdə heç eləmişsən. Hə, biraz tuz vuracaq ona. Yox verəsən bəlkə, qurban olum. Müəllim bu yaxşıdır. Sarımsağı bazara bir şey. Hələ atam, hər vurdum başına dönərəm, vurdum. Ha. Yenə də deyirəm, uşaqlar, tartar sosuna yumurta vur sos, qaynadılmış yumurtanı da xırda doğrayıb vururuq. Orijinalda var. Yumurta vursa, o 3 gün saxlamaq olur, 3 günə istifadə eləmək olur, qaynamış yumurta. Yox, əgər vurmasa, həmin sosumuz 1 həftə, 10 gün, yəni dözümü qalın var, saxlama müddəti var. Yaxşı? Mayonez, xiyar. Hə, gördünüz, duzu yalandan səhvdim. Çünki bizim xiyar şor ola bilər, ona görə. Çox adam var ki, bütün hamısı ərzaqları... Bıçağı əksinə. Hə, indi qulaq as. Adam bıçağın ucunda qaldı, həyif dolarısı. Adam var ki, hamısını kötü Bıçağın bir qaba. arxası ilə elə. Bir də imkan verin, deyim sözü. Adam var ki, qulaq asın mənə, bunu blenderləyir. Blenderlədin, o dadı, deyirəm resepti. Hiss olunmur, o lezzət, o həzzi ala bilir. Amma ümumiyyətcə, o xırda narın doğranmalıdır. Bir də tartar sosunun reseptini deyirəm, bir nəfər yazsın, ekrana bəlkini sonra deməyəcəyəm. Deməli, bax, çox qəşəng. Bax, bu cürünü alınmalıdır. Kim ne deyir, düşün. 400 qram
Hə, yağlarımız qızır. 400 qram qoşullarını alıb çox olur. Bir dənə resepti deyim, bir nəfər yapsın. 400 qram mayonezin üzərinə 150 qramacan 2 boboyda xiyar, tuzlu xiyar. Bir dəstə şüvit, 2 diş sarımsaq, bir ədəd də yumurta qaynanmış. Sağ olsun. 400 qram mayonezin üzərinə 2 dənə barmağımız boyda, böyük baş barmağımız boyda xiyar, tuzlu xiyar, bir dəstə şüvit. O nə səsdir gəlir? Mahnı səsi. Ha. 400 qram mayonez, 2 ədəd tuzlu xiyar, bir dəstə şüvit, 2 diş sarımsaq, bir ədəd də qaynadılmış yumurta xırda-xırda doğranılır, əlavə olunur mayonezin üzərinə. Yəni bu cür olmaz. Bu 4 çox narındır.